Milli ədəbiyyat nə zaman dünyəviləşə bilər? ...1827-ci ilin adi günlərinin birində Höte tələbəsi Eckerman'a deyirdi. Milli ədəbiyyat artıq tamamilə mənasını itirmiş bir anlayışdır. Artıq dünya ədəbiyyatı dövrü gəlir. Və hamı onun yaxınlaşmasını sürətləndirmək üçün əlindən gələni etməlidir. Milli ədəbiyyat nə zaman öz əhəmiyyətini itirə bilər? Əlbəttə ki, qarşısına qoyduğu milli problemi həll etdikdən sonra. Ədəbiyyatda milli məsələ həll olunmadan bəşəri məsələnin həlli mümkün deyil. Sadə və milli məntiqlə desək, əvvəlcə özünə umac ova bilməlisən ki, sonra başqasına ərişdə kəsə biləsən. Milli kimlik, millətin və dövlətin ortaq simasının yaranması, təhsilin və hüququn mənəvi prosesə çevrilməsi və sair kimi milli məsələlər həll olunmadan milli ədəbiyyatın dünyəvi mövzuların həllinə girişməsi, Üzeyir Hacıbəyovun sözləri ilə desək, siçandan əvvəl fil yaratmaq cəhdidir, bir növ cahil cəsarətidir. Amerikalı ədəbiyyat filosofu Frederick Jameson 3-cü dünya ölkələrinin ədəbiyyatları haqqında danışarkən bu cür ölkələrin ədəbiyyatında doğulub boya başa çatan ədəbi qəhrəmanların kədərinin və sevincinin bir sözlə bütün həyatının, əslində öz xalqlarının, ölkələrinin kədəri, sevinci, öz ölkələrinin taleyi olduğunu deyir. Və bunu milli allegoriya adlandırır. Bu o deməkdir ki, milli məsələləri həll etməmiş ədəbiyyat nədən yazırsa yazsın, öz mühitinin ictimai, siyasi allegoriyasını yaratmağa məhkumdur. Bu yerdə İtalyan filosofu Gramsci'nin mədəni cəmiyyətlə siyasi cəmiyyəti bir-birindən ayıran bölgüsünü xatırlayır. Mədəni cəmiyyət məktəblərin, ailələrin və korporativlərin könüllü ictimai bağlılığı üzərində qurulur. Siyasi cəmiyyət isə ordusu, polisi və mərkəzi bürokrat sistemi ilə özünü qoruyub saxlaya bilən bir sistemdir, bir cəmiyyətdir. Jamesonun milli allegoriya dediyi ədəbiyyat daha çox siyasi cəmiyyətlərdə yaranan sənət əsərləridir. Məsələn, Sovetlər dövründə siyasi hökmlərlə idarə olunan kollektiv həyatdan arınmış müstəqil kədərlər, müstəqil sevinclər, müstəqil taleylər olmadığı üçün onları ifadə edən ədəbiyyat da dünyadan təcrid olunmuş bu siyasi ideoloji kollektiv həyatın allegoriyasıdır. Nabokov Lolita'nı öz dövrünün Rusiyasında yazmağa cəsarət etməzdi. Lolita yalnız mədəni cəmiyyətdə yazıla bilərdi. Buradan çıxan məntiq çox sadədir. Dünya ədəbiyyatının qapıları yalnız mədəni cəmiyyəti təmsil edən müəlliflər və onların yaratdığı qəhrəmanlar üçün açıqdır.